milli oyunlarından biri. Səyyad araldı, analdı bilmirəm. Aytır deyir ki, üniversiteti oxuturan, institut oxuturan insanlar təyin olduğu yerlərə məcbur getməlidir. Və yoxsa mən vətən olaraq onlara öz halallığımı vermirəm. Birinci, səndən vətən heç vaxt olmaz. Səni qəbir və mən işim. Səndən olsa anal deşik olar ancaq. Sənin kimi şərəfsizlərin, vicdansızların ucbatından bu günləri Azərbaycanın savadlı gəncləri xarici getməyə məcbur olurlar. Bundan da qabaq qayıtıb mən günahkaram. Ha eşşək, eşşək səndən yaxşıdır, eşşəkdən üzr istəyirəm. Sən günahkar deyilsəməz kim günahkardır? Milli məclisi otan milli qoyun. Aman qol, siz idarə etməlisiniz Azərbaycanı. Siz qanunları çıxarmalısınız da. Artıq 30 ildən çoxdur, Əliyev hakimiyyəti dövründən bir dəfə də olsun milli məclis bu millətin xeyrinə bir qərar çıxarmayın. Çıxardıqları qərarlar bütün hamısı hakim ailəyə məxsusdur. Hakim ailə işləyir. Ya tələbə, atası onu anasının içinə əkəndən tam məktubu quturan kimi atası hər şey özü eləyir. Uşaq dünyaya gəlir, ata özü. Uşaq pulu yox. Onda vətən nə oldu? İndi gəldi çıxdı vətən. İnstituta gelirsən, müəllim məktəbdə müəllimə pul verməsən. Müəllimlərə o kadar pul verirsiniz ki, marağında deyil dərs geçməyi, məcbur müəllim yanına göndərirlər. Onu ata verir, dövlət verir. Yox. Üniversitede girir, instituta girir, şirinliği, ne bileyim her semestrdə pul oxuyanlar. Tamamilə görürsünüz, Azərbaycan gəncidir, çox güman çıxar işlərini danışır. Görürsünüz necə savadlıdır, necə dərrakalıdır. Okumayandan, mənim heç umurumda deyil, 8 Mart, 23 fevral, nə belə bu bütlərin hansı günü, Novruz bayramı yenilir, hamısı valideynlərdə pul yığırlar. Və sonunda uşaq gəlib sanki 5-3 Mart'ama işləməlidir. Sənin kimi şərəfsizlərin, sənin kimi vicdansızların, qeyrətsizlərin ucbatını Azərbaycan gəncləridir. Oturmuşsunuz parlamentdə, ancaq öz maaşınızı qaldırmağa məşğulsunuz. Ancaq öz cümbüzü, öz dalğınızı gidirsiniz. Düşünürsünüz ki, 7 il oxuyan həkim 300-500 Mart'ın hər şeyini işləməlidir. Axı niyə işləməlidir? Niyə mənim həkimlərim, niyə mənim injinerlərim, niyə mənim ali təhsilli gənclərim Avropalara dökülməlidirlər? İş dalınca. Niyə? Çünki sənin kimi şərəfsizlər, vicdansızlar var. Mən Həsən Rabil Ağdoğlu, Hakimat rayonu, Nənəcan kəndində Cəbiyev Cavid adına orta məktəb oxutmuşam. Və bu savadımla Səyyad Anal, hansı ki, güya üstü oxumusan, sən debata çağırırım. Şəxsən sən debatda ağzımı cırmasam, mən bu qulaqlarımı kəsərəm. Bax, sən ağsaqqal deyilsən Nuşey. Sənin kimi ağsaqqallara itələ hörmət olunmalıdır. Sən də millət vəkilsən, sən də bu millətin qədrini bilirsən və də bu millətin dərdini danışmısan. Sənin işin peşən ancaq Əliyev rəhməti yaltaqdan yalamaq olub. Sən kimi şərəfsiz millət vəkilləri, sən kimi millət vəkili adamına dəyişik olandan sonra, sən kimlər qəbirdən çıxarıb bir daha yandırmaq lazımdır, sür-sümür gibi. Şərəf ötüpürüm səni, vicdansız oğlu, vicdansız. Səndən vətən olar, uğraşma oğlu. Bir başqası da Meydan TV paylaşıb, Tahir Rzayev, bu da bildiyiniz kimidir, bu da səhv eləmirəmsə, bu da deputatdır da. Tahir Rzayev də paylaşıb ki, hamının evində televizoru, soyuducusu var. Əhalinin əksəriyyəti yoxsuldursa, bütün bu televizor nəylə alıbdır bu? Fikir verin ha, gör, başqa bir deputatın xalqı ələ salan bəyanatına bax, deyir ki, hamının evində televizor, soyuducu var. Birinci əhalinin hamının evində heç o da yoxdur. İkincisi, indi biz soyuducu var deyə soyuducunu yeməliyik mi, yoxsa içindəkini mi yeməliyik? Televizoru yeməliyik mi, yoxsa içindəkini mi yeməliyik? Yəni, dəyərlənmədən çox dəhşətlidir. Ama bu kimdir? Bu kimdir? Ha, orada canavar kimi Amerikada olanlar çıxır ortaya. Tofiq Yalqunun oğludur, Əlidir, Adildir, Muraddır. Murad çoxdandan var, neyse Muraddır. Ha, qardaş 3 dənə qrup yaranıb Amerikada aksiyanın dalından. Halal olsun hamısına. Bu Şülüxan balasını göndəriblər, bu alçağı göndəriblər ora. Gedib düllüklər ora, bura kıfıl tulluyur, kıfıl göstərir. Deyir, namusun kıfılın içindədir, açar da məndədir, gəl Azərbaycana götür. Əligil zəng edir, deyir, konum at. Başqasının atdığı konum atır. Əlinin qabağına, Adilin qabağına çıxmağa qorxur. Gizlənib oraya Amerika kimi kıfıl atır, açarını da deyir boynunda. Apar sox arvadının şeyinə, mamışına sox açarı. Ananın mamışına sox apar açarı. Cəmaatı provokasiya çəkir, ay millət. Provokasiya çəkir. Sana demiştim ki seni Gəlmədələr, bu səfəri nəkər olur ha, bu Amerikaya gedib çıxır, dünyanı gəzir. Bədbəq oğlu İlhamın dönemində də sümsük gəlib, sümsük getmişsən, sabah mənim gələn kimi səni şakkalayacağım. Gələn kimi səni 7 yerə şakkalayıb, 7 dağın başına qurub qarğalara, quzğunlara yem eləyəcəm səni. Birbaşa siyasi fəalları provokasiya çəkir. Birbaşa Alyona söhbətini baxmadan biz siyasiyik burada ağıl adam. Birbaşa o bütün o bir balaca diri başlanmaq istəyən təbəqəni bir balaca sındırmağa çalışır. Alyona söhbətini pərdələməyə çalışır. İranla bir savaş İlhamın qorxusu, İlhamın şalvarına üydüb, batırıb, belə şeyləri pərdələməyə çalışır bu hərəkətlərlə. O səfərə deyin ki, Qabil deyir ki, o orada burada açar bastırırsan, nə edirsən, nə ağarırsan, sənin anana, bacına, arvadına dəmirdən biçini indirəcəm. Ancaq siməyə deşiklər qoyacam, bir də poxunun oradan çıxmağına belə elə qoyacam ki, yox şey girməsin. Açarını da bağlayacağım. Sonra Viagra'dan da atacağım Viagra'ya. Və belə o dəmir olan biçinisini divarlara sürtəcək, ananla, bacın, arvadın. Səfər, dəmir biçini, dəmir məmədan taxacam sənin anana, bacına, arvadına. Hazırlaşa, açar turladım bura, açarı buradadır. Gəl Azərbaycana götür. Ha? Ya şimdi mən sənə deyirəm, kişisənsə apar o açarı, ya hardasa bir yerini denən Gürcüstanda, Türkiyədə, Rusiyada, Amerikada yerini denən da bak canlı yayın çəkirəm 2 saat bu şəhərdə burada oturacağım. Gör o açarı açarı götürüb, putulkanın içine salıp, putulka qarışır sənin münasib bir yerinə. Yeridən olacaq ya olmayacaq.
Cındır kilisa kimi, mətbəq kilisa kimi çıxdı. Ora bura cəmaatı siyasi fəalları provokasiya çəkir. Banda dedim, DTX-nın sukası, cındır. Hardan alıb o pulu? Hardan alıb o cipi? Hardan alıb o bahalı telefonu, bahalı həyatı, bahalı o həyat tərzini kim bəş eləyib? Ancaq hökumətdən alır da, hökumətin tulasıdır da. Vəssalam, bunu başa düşmək üçün Frunze Akademiyasını qurtarmaq lazımdır. Buna başa düşmək.